Mən narsistəm. Çox vaxt pasiyentlərim mənə belə bir sual verir. Doktor, mən narsistəm. Mən onlara sual verirəm ki, heç peşmançılıq hiss edirsiniz, günahkarlıq hiss edirsiniz. Onlar deyirlər ki, hə, təbii ki, hiss edirik. O zaman deyirəm ki, narsist deyilsiniz. Çünki narsist bir günahkarlıq, bir peşmançılıq hiss edə bilmir, empatiya duyğusu olmadığı üçün. Nəyə görə hiss eləsin ki, hər şeyi mükəmməl, heyranlıq yaradacaq dərəcədə etdiyi üçün nəyə görə peşmançılıq hiss eləsin ki? İndi isə valideynlərimizi fikirləşək. Valideynlərimiz bizə qarşı davranışlarında heç elə bir valideyn olubdumu ki, müəyyən bir nöqtədə öz uşağına sən haqlısan, mən sənə qarşı yanlış elədim desin. Burada valideynlərimiz də eyni prinsipdən gedirlər. Məni məcbur elədim bunu eləməyimə və yaxud da mən bir şey elədimsə, bunu sənin xeyrin üçün elədim. Ona görə də heç bir şəkildə özlərini tənqid eləsinlər, belə bir şeyə getmirlər. Bu onlarda şuuraltı bir səviyyədə, sanki uşaq üçün ən yaxşı şeyləri onlar bilirlər şəklində olduğu üçün bu düşüncəyə heç qapılmırlar da. Amma uşağın da öz dünyası var, uşaq formalaşır və bu formalaşma dünyasında bəzən ona öyrədilən ədalət duyğusunu tərəziyə qoyur və bəzən haqlı olduğu hallarda belə sırf valideyn dediyi üçün haqsız çıxarıldığında o zaman onda bir narsistik qırılma olur və bu ədalətsizliyi hiss elədiyi üçün gələcəkdə narsist bir valideyn, narsist bir uşaq yetişdirir.